Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb. Ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marihuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib. 9 kilo vəsaildir. 20 yanvarda konum eləyəcəksən. Bir dənə 1 kilosu zəhmət yanında 6 kiloda inşallah özümüz dağıdacağıq yavaş-yavaş. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bugünə qədər keçirilən əməliyyatlar zamanı 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.